Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram, dəyərli izləyicilər. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Qur'an-ı Kərimdə yer alan etiqadi ayələrdir. Ötən bəhsimizdə bu müzakirəni siz əzizlərlə başladıq ki, Qur'an-ı Kərimdə bütpərəstliklərin motivləri nə olduğu bildirilir. Yəni, bir bütpərəstdən soruşsaq ki, niyə bu bütə sitayiş edirsən? Bunun səbəbi olaraq bizə nəyi göstərir və Qur'an-ı Kərim bu barədə bizlərə hansı məlumatları verir? İlk növbədə Qur'an-ı Kərimdə bütpərəstliyin yaranma mənşəyi və motivi böyük şəxslərin uca tutulması bildirilir. Baxın, biz müxtəlif mədəniyyətlərə müraciət edəndə görürük ki, bəşər mədəniyyət və sivilizasiyası müxtəlif cəhətdən şərq və qərbə bölünə bilər. Və biz bu şərq və qərbi etiqadi cəhətdən böləndə görürük ki, Misirdə inan sistemi başqa bir formada olmuş. Qərbdə inan sistemi, yəni Yunanistanda başqa bir formada olmuş. Və məsələn, Misirdə səma cisimlərinə daha çox etiqad etdikləri halda, Yunanistanda daha çox təbiətlə əlaqəli olan tanrılara pərəstiş olunurdu. Və yaxud bəzən görürük ki, bunun hər ikisi, məsələn, Yunanistanda həm səma cisimlərinə aid olan tanrılar var və eyni zamanda yerə aid olan cisimləri tanrı bilməkliyi var. Və eyni zamanda Misir ki, sivilizasiyasının mənşəyi olub, burada da hər iki nümunələri görmək olar. Və bunlardan təsirlənən Ərəbistan yarımadasında bunun hər ikisini görmək olar. Amma Qur'an-ı Kərim ilk olaraq bu məsələnin hansı formada yarandığını bizə başqa bir cəhətdən bəhs edir. O da bundan ibarətdir ki, Qur'an-ı Kərimin yanaşmasına görə bəşər ilk olaraq Tohid dinində olmuşdur. Kânən nasu ummətən vahidə. Mübarək Bəqərə surəsinin 213-cü ayəsində Allah buyurur ki, insanlar ilk olaraq bir ümmət, vahid din üzərində idilər. Və daha sonra buyurur ki, فَبَعَثَ اللّٰهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْزِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِي مَا اِخْتَلَفُوا فِيهِ. Və daha sonra Allah peyğəmbərlər, müjdə verənlər, qorxudanlar, çəkidənlər göndərdi və onlarla birlikdə kitab haqq olaraq nazil etdi ki, insanlar arasında ixtilaf etdikləri məsələlər barəsində hökm versin. Bu ixtilaf etdiyim məsələlər nədir tam olaraq? Heç şübhəsiz ixtilaf etdiyim məsələlərin biri də tohiddir, inancıdır. Eyni məna Yunus surəsinin 19-cu ayəsində keçir. وَمَا كَانَ النَّاسُ إِلَّا ummətən vahidə fəxtələfu. İnsanlar yalnız bir ümmət idilər, sonra ixtilaf etdilər. Bu ixtilafı bəli, biz genişləndirə bilərik iqtisadi, siyasi, mədəni. Amma əsas bu ixtilaflardan da biri heç şübhəsiz tohid anlayışı idi. Yəni, bəşər müəyyən bir dönəmə qədər tohid dinində idilər. Və bu tohid dinində sapmalar başladığı üçün Allah Teala peyğəmbərlər göndərdi. Niyə? Artıq bu dönəmdə insanların sağlam fitrəti də unudulmuşdu. Yəni, biz bu dönəmi Qur'an-ı Kərimin ayələrinə əsasən Həzrəti Adəmdən Həzrəti Nuhun zamanına qədər adlandıra bilərik. Yəni, Adəm əleyhissalamdan Nuh peyğəmbərə qədər bəşər ilk fitrətin üzərində tohid, təkallahlıq inancının üzərində idilər. Həzrəti Nuhun dönəminə zaman artıq ixtilaf başlamışdı və bizim əqidəmizə görə Nuh ilk ulul əzm peyğəmbərdir və bəzi alimlərin nəzərinə əsasən ümumən ilk peyğəmbər Nuhdur. Həzrəti Adəm Əbul Bəşərdir, bəşərin atasıdır. Onu bir peyğəmbər, yəni bu mənada peyğəmbər olaraq Qur'an-ı Kərimin ayələrinə əsasən qəbul etmək biraz uzaq görsənir. Çünki
Ayə buyurur ki, "Kanən nas ümmətən vahidə." İnsanlar vahid bir ümmət idi. Öz fitrətlərinə əsasən və Həzrəti Adəmdən aldıqları təlimlərə əsasən Allaha pərəstiş edirlər. Fəbəəsəllahun nəbiyyin. Belə olan halda, yəni bundan sonra Allah öz peyğəmbərlərini seçdi. Və ilk peyğəmbər ki, bu dönəmdə seçildi, Həzrəti Nuh idi. Şərə ləkum minəd-din ma vəssə bihi Nuhən. Allah Teala mübarək Şuara surəsində buyurur ki, Allah sizə dindən Nuh peyğəmbərə tövsiyə etdiyini və sənə vəhy etdiyimiz şəriətə itaət et dedi. İndi bəs yaxşı, Nuhun dönəmində tohiddə sapmalar var idi. Bu tohiddə sapmalar özünü hansı formada göstərmişdi? Yenə biz bunu Nuh surəsinin 21 və 23-cü ayələrini nəzər alaraq görə bilərik. İlk olaraq Nuh peyğəmbər buyurur ki, "Qalə Nuhun Rabbi innəhum əsəvni." Ey Rəbbim, onlar mənə qarşı çıxdılar. Və mal dövləti, övladı yalnız ziyanını artıran kimsəyə tabi oldular. Yəni onlar müəyyən bir qrupa tabi oldular və o qrup istəyirlər ki, insanları özünə çəksinlər. Və məkəru məkrən kubbar və onlar çox böyük hiləyə əl atdılar. O hilə nədən ibarət idi? Və dedilər, öz tanrılarınızı əsla tərk etməyin. Bu tanrılar Vəd, Suvan, Yağuz, Yauq və Nəsir olaraq təqdim etdilər. Rəvayətlərdən alınan nəticə budur ki, bunlar Həzrəti Adəm əleyhissalamın nəslindən olan salih insanlar idi. Demək, bütpərəstliyin ilk motivi, ilk səbəbi salih insanların ilahiləşdirmək olmuşdu və bu ilahiləşdirmək şəxslərin deyil, müəyyən bir təbəqənin, yəni insanların cəhalətindən istifadə edən hakim təbəqənin uydurduğu bir məsələ idi. Və artıq insanlar bunları ilah olaraq təqdim edilər, Tohid inancının qarşısı olaraq. Hansı formada? Baxın, onlar Həzrəti Nuh əleyhissalama deyir ki, sən Allah tərəfindən göndərilən peyğəmbər olduğunu deyirsən. Bunlar da elə Allaha pərəstiş edən şəxslər olub. Bunlar daha salih şəxslər olub. Biz onlara pərəstiş edirik. Sənin təqdim etdiyin ilaha pərəstiş etmirik. Buna görə bir Qur'an-ı Kərimdə bütpərəstliyin motivi olaraq, ilk olaraq həmən şəxslər insanları, yəni ölən insanları böyük tutmaqdır. Baxın, bu səbəb ümumidir. Yalnız və yalnız Ərəbistan yarımadasında deyil, ümumi olaraq bütün biz bütpərəstliyin arxasında bunu görə bilərik. Bəli, bəzən səmavi cisimlərə də pərəstiş olunur. Məxsusən sahiblərə Qur'an-ı Kərim bu məsələni nisbət verir. Və eyni zamanda digər səbəblər də var ki, bunlar hər hansı bir insan deyil, səmavi cisim, təbiət hadisələri. Bunlar artıq ikinci dərəcəli səbəblərdir Qur'an-ı Kərimin nəzərinə əsasən. Demək, Qur'an-ı Kərimin yanaşmasına əsasən bəşər tohidin üzərində idi. Bəşərin çox Allahlığa meyli insanlara, salih insanlara olan bağlılığı idi. Və rəvayətlərdə gələn alınan nəticə budur ki, bu da şeytanın bir hiləsi idi. Şeytan bu məsələni onlara ilham etdi ki, onların bütünü heykəlini düzəldin və onlara səcdə edin. Və növbəti nəsillər artıq onların kim olduğunu unutdular və bütpərəstlik bu formada bəşər tarixinə ayaq açdı. Və tam olaraq Ərəbistan yarımadasında bütpərəstliyin mənşəyi olaraq bunu bilirlər. Yəni bu özünü Misirdə, Babildə, digər məntəqələrdə özünü göstərdi və buradan müxtəlif bölgələrə yayıldı. Bəs digər motivlər hansıdır? Yəni onlar nəyə əsasən daha sonraki insanlar bütə pərəstiş etmişdi? Bu barədə inşallah gələn verilişlərdə siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.